Şamaxı yolunda olasan. Geldim burada da özgür iş tapdım. Valideynlerimize can sağlığı ver. Ya Rabbim böyle su ol. Ben saklayayım da. Canavar da diyemez misin? Biraz. Canavar? Dağlara fikir verin. Dağlara bak, dağlara. Hara gəlməyəsən? Bak, burada ne yazılır? İhtiyacın gözün. Şamaxıya gələsən, yurtda yemək yeməlisən. Ay maşallah, Elə şey millət var ya burada. Herkes böyle ayvalı maşallah. Göreyim var maraqlı. Təbii şeylər istəyir. Oradan sonra yolumuza davam. Zaryatkamız çox azdır. Şamaxıya gəldinsə, yurtda yemək yemədinsə, Mədinə. Nə faydası? Yoxdur. Çörəyimiz gəlib. Çox dadlı çörək. Hə, sos ona görə. Çörəyimiz. Təşəkkür. Göyərtilərimiz, şoraba, bəh. Zahir kömək edir. Gəldim burada da özgür iş tapdım. Bəli. Bəh. Ona gözəl. Bura, hani ki. Biz zakaz verdik. Pomidor yumurta. Pomidor yumurta zakaz verdik. Lülə kebab və toyuq kebabı. Çünki bizim Mədinə ət sevir. Kebab maker. Bütün yeməklərdə ət olmalıdır. Ət varsa yeyir, yoxsa yemir. Ət Bəli. Maşallah. Göbələk. Hava yax təzə qızıb, amma yurtda hamı var, millət var. Millət gəlir. Bizəm şu bura, bu nədir belə? Patson. Batson. Patsonun şorabası. Birinci dəfə də yeyəcəyik. Birinci dəfə də. Göbələk Bədlə fason. dadına baxaq. Göbələyin elədir ki, başqa nədir? Mədinə sonra dadına baxmaq ki. Qaşandır. Patsondan ye. Möhtəşəm. Necədir? Qaşan. Relax ol. Biz getdiyimiz hər yerin şorabasını yeməliyik. Başqa variantı yoxdur. Bizimkilər gəldi. Nə gəldi? Az zakaz verdik. Nəyə görə? Çünki qabaqda da yeyəcəyik. Bir şiş lülə, bir şiş toyuq, bir də pomidor yumurta. Hələ ki yeməkdəyik, yeməyimiz davam edir. Birazdan yola çıxacaq. Mədinə xanım. Xətti var da. Qəşəndir, amma ət dəhşət duzludur. Həftənə gəldi indi. Bəh. Çox etmə. Pomidor yumurta. Əladır, əla. Süper. Əvvəl, sonra. Amma yaman cücülər var ha. Yaman cücülər var idi. Millət çoxdur, cücülər çoxdur.
İngilizce çıxırıq. Yedik, partladıq. Qəşəng idi. Hər şeydən biraz yedik. Şükür Allahın məsləhətinə. Allah hamd olsun, bol eləsin bizdə içində. Görək vlogumuzun ikinci hissəsinə gedirik. Şamaxı turumuz davam. Mədinə razısan, rahatsan? Rahatam. Bura qədər nə xoş var yəni. Burada qurban kəsilən yeridir. Biz də qurbanımız olanda Firsat babayı gətiririk burada. Qardaşlar kəsirlər. Allah hamının qurbanını qəbul eləsin. Hamının dua elədiyi məkan, nəzir qoyduğu məkan. Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Canımızla, malımızla sınavımızı ya Rabbim ya Resulallah. Əzzəmi qoru ya Rabbim ya Resulallah. Doğmamı qoru ya Allah. Hamı qoru ya Allah. Kimin nə gözəl arzusu var. Firsat babanı xətırləsən, o qəbul elə ya Rabbim ya Resulallah. Amin. Ovlad olmayanlara ovlad ver ya Rabbim ya Resulallah. Evlad olanları qoru ya Allah. Sənə qurban olun. Valideynlərimizə can sağlığı ver ya Rabbim ya Resulallah. Günahları bağışla valideynlərimizin ya Rabbim ya Resulallah. Böyüklüyə bağışla, səhvlərimizi, günahlarımızı bağışla ya Rabbim ya Resulallah. Ruhul arxasında olanları salamat elə Allah'ım, xatadan, baladan, qəzəyə qədərdən qoy ya Rabbim ya Resulallah. Ev arzulayanlara ev nəsib elə ya Allah, amin. Bala arzulayanlara, övlad arzulayanlara övlad nəsib elə ya Allah, amin. Sən özün peşmançılıq vermə ya Rabbim ya Resulallah, gözəl Allah, qəşəng Allah. Bütün səhvimizlə, düzümüzlə bizi qəbul edə ya Allah. Sənə sığınıram, ay Allah, sənə sığınıram, ay Allah. Böyünüyə bağışla ya Rabbim ya Resulallah, səhvlərimizi, günahlarımızı. Sən böyüksən, ay Allah. Sən ürəkləri bilənsən ya Rabbim ya Resulallah. Sən gözəl olmasın, sən gözəl olmasın. Gözəlliyi bağışla hər şeyimizi, səhvimizi, günahımızı. Bizi namid qoyun Allah'a, bizi zürriyyətsiz qoyma ya Rabbim ya Resulallah. Həmd olsun Allah'ım. Qardaşlarımı salamat elə ya Rabbim ya Resulallah. Babalarını salamat elə ya Allah. Bacımı qoru, balalarını qoru. Umra ailəsini qoru. Qaynımı, qaynımı, balalarını qoru ya Rabbim ya Resulallah. Qaynətimi, qaynımı qoru ya Allah. Valideynlərin günahlarını bağışla Allah'ım. Hər dönkini. Dördünün də günahlarını bağışla ya Rabbim ya Resulallah. Yoldaşım orunuzu bərəkət ver ya Rabbim ya Resulallah. Firsat babanın xatirinə ya Allah. Sən böyüksən Allah'ım, sən böyüksən Allah'ım. Sən böyüksən Allah'ım. Böyle şeyler var ya, dilime getirem bunları. Sen eşin Allah'ım. Amin.
Allah qismət elədi. Əsrini də qıldım burada. İndi məğribi qılım. Yolumuza davam. Namazdan geldiler. Allah kabul etsin.